Hər kəsi salamlayıram. Artıq ikinci yarım il başlayıb və ikinci yarım il başlayan kimi bildiyiniz kimi diaqnostik qiymətləndirmə yazdırmalıyıq. Azərbaycan dili dövlət dili üzrə diaqnostik qiymətləndirmələr adətən ikinci sinifdən başlayır. Çünki birinci sinifdə yalnız sözlərdir, sözləri öyrənməkdir. Amma ilk dərsimizdə biz ümumi keçdiyimiz və keçəcəyimiz standartlar əsasında şagirdlərə suallar verə bilərik. Digər siniflərdə isə diaqnostik qiymətləndirməni tərtib edərkən dinləmə, oxu və yazı bacarıqlarını nəzərə almalıyıq. Qeyd edək ki, diaqnostik qiymətləndirmədə bal olmur. Sadəcə olaraq şagirdlərin bilik və bacarıqları və qarşımıza qoyduğumuz məqsədə nə dərəcədə çatıb-çatmayacağını yoxlayır. Qeyd edim ki, diaqnostik qiymətləndirmə müəllim üçün bir mayak rolunu oynayır. Çünki əgər biz şagirdlərin, yəni sinifin səviyyəsini ölçmək istəyiriksə, ən yaxşı qiymətləndirmə üsulu elə diaqnostik qiymətləndirmədir. Müəllim biləcək ki, məsələn, dinləmə bacarıqları zəifdirsə, bu sinifdə daha çox dinləmə bacarıqlarını inkişaf etdirəcək və yaxud da ki, mətnlə işləmə bacarıqları zəifdirsə, mətnə yer verəcək. Eləcə də qaydalar zəifdirsə, qayda bilikləri zəifdirsə, qayda biliklərinə aid müxtəlif testlər verəcək, yönəldəcək şagirdləri. Bir də qeyd edeyim ki, məsələn, mənim özümdə də illik plan tərtib olunub ilin əvvəlində, lakin bəzən dərs gedişatı boyu biz görürük ki, məsələn, illik planı tərtib edərkən biz düşünmüşdük ki, məsələn, 7-ci sinifdə yalan mətni var, orada daha çox yazı mətninə yer verilib, həm də dinləmə mətni var. Məsələn, mən düşünürəm ki, 7 D sinifində dinləmə mətninə daha geniş yer verəcəm, 7-7 isə oxu mətninə daha geniş yer verəcəm. Ona görə də, yəni eyni sinifdirsə, eyni illik plan ilə getməsi vacib deyil. Yəni biz dəyişə də bilərik. Məsələn, indi ilin diaqnostik qiymətləndirmədən sonra mən şəxsən illik plana bir daha nəzər salacağam və keçiləcək dərslərin bəziləri əgər lazımdırsa onları dəyişəcəm. İndi isə sizə bir nümunə kimi göstərəcəyim. Dördüncü sinif üçün tərtib etdiyim diaqnostik qiymətləndirmə 2. Azərbaycan dili dövlət dili 4-cü sinif. Burada standartları, hansı standartları nəzərə almışıq? Dinləmə bacarığı, mətn, yəni oxu bacarığı və yazı bacarığı. Əslində Sumqayıt məktəblərində bildiyim qədərilə, eləcə də Abşeron məktəbləri bildiyim qədərilə danışma bacarıqları üçün də KSQ və BSQ-də yer ayırıblar. Və mən düşünürəm ki, gələcəkdə diaqnostik qiymətləndirmədə həmin bölmə də yer alacaq. Çox güman ki, amma hələ ki burada danışma bacarıqlarını yox, danışma bacarıqlarını 4-1-3 standartı, yəni fakt, hadisə, fikir və duyğuların yazıda əks etdirilməsi ilə yoxlaya bilərik. Gördüyünüz kimi birinci dinləməyə 2 sual ayırmışam, aşağı sinif olduğu üçün, yuxarı sinifdə isə 4 sual ayıra bilərik. Sonra 3-cü, 7-ci sualları mətnə əhatə eləyir. Burada da göründüyü kimi 3-1-2, 3-1-3 standartlarına əsaslanmışıq. Sonra burada yazı və dil qaydaları nəzərə alınıb, keçilən dil qaydaları. Təbii ki, biz burada təkcə keçilən yox, həm də keçiləcək standartları nəzərə alırıq. Keçiləcək standartları, yəni şagird nə bilirdi, hazırda nə bilir, nəyi bilmir və gələcəkdə qarşımıza hansı standartları qoyub, hansı təlim nəticələrini almaq istəyirik, onlara əsasən standartları təyin edirik. Bu qədər.